Layla da Eltona cavab verib, əməkdar artist Layla Məmmədov onun haqqında qalmaqallı açıqlamalar verən həmkarı Elton Hüseyn Əliyevaya cavab verib. Hüseyn Əliyevə. Mən tez-tez Mənzurə Musayevaya deyirəm, müğənni. Ay Mənzurə xanım, danışmayın. Elə səhvlərə yol verir ki, Mənzurə Musayeva. Adam şok keçirir ki, sabah bir gün gör, daha nə bilim 7 yanında 0 olan bir yaşın olacağı, bir 5-6 ildən sonra 8 yanında 0 olan bir yaşın olacaq. Niyə belə səhvlərə yol verirsin? O cümlədən də Elton sən də az yaşın yox deyil, sabah bir gün sənin də 6 yanında bir 0 olan yaşın olacaq. Məsəl üçün sən xoşa gəlməyən Flora xanımla bağlı, Kərimova ilə bağlı dahi, böyük sənətkar, nə bilim, karifey sənətkarla bağlı deyirsən ki, 500 mahnı oxuyub, onun 100-ü yadda qalıb, 400-ünü apar qaytar da. Belə alınır da, yəni dinlənməyək. Üzr istəyirəm, qaytar ifadəsinə görə. Yəni ki, dinlənilmir. Layla Məmmədova da artıq sizə cavab verib. Təbii ki, istinad edirəm bizim media. Sənətçi bu barədə xalq artisti Flora Kərimovanın Eltonla bağlı paylaşımına şərh yazıb. Flora xanımla bağlı. Can Flora xanım, ürəyinizə salmayın. Tanrı sizi xalqımıza, musiqimizə ən qiymətli birinci verib. Allah sizi bizə çox görməsin. Allah ona da şəfa versin. Nə deyək deyə Layla Məmmədova qeyd edib. Və yenə də deyirəm ki, Elton Kar üçün Layla Brilliant Dadaşovadır açıqlamasını vermişdi. Yəni onun kimi ilk vaxtlar səhnəyə gələndə deyir, Layla məhz Brilliant Dadaşova kimi oxuyurdu. Onun yolunu tutmuşdu. İndi son vaxtlar dedi ki, öz yoludur. Amma bunları keçmək olar. Amma Elton, Flora Kərimova ilə bağlı söylədiyiniz o fikir var ha, siz böyük səhv etmişsiniz. Flora Kərimova karifeydi. O Mənzurə Musayevaya deyirəm, danışma. Elton, Sara Səfradan tövsiyə.